göstərişimlə Laçın və Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikintisi üçün yer axtarılır. Düzdür, orada relyef çox çətindir və demək olar ki, ərazilərin mütləq əksəriyyəti dağlıq ərazilərdir. Burada bir düz yer tapmaq çətindir, amma indi araşdırmalar gedir. Ümid edirəm ki, yaxın gələcəkdə mənə məlumat veriləcək. Ya Laçın, ya Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Gör bu əskərlər buranın ötə qalxıblar. Tapşırıq var. İşğaldan yenicə azad olunmuş Kəlbəcər şəhərində hava limanının tikintisi üçün ərazi axtarışlarına başlanılmalıdır. Onlar isə bu axtarışa cəlb edilən qrupun üzvləridir. Qarlı şaxtalı gündə yola çıxıblar. Qarın qalınlığı bəzi yerlərdə avtomobillərdən də hündürdür. Hələlik ordunun əskərləri onlara yardım və bələdçilik edir. Yolları qardan təmizləyirlər ki, təhlükəsiz şəraitdə əraziyə baxa bilsinlər. Gəlir, hə? Halal olsun, güclüsün, vücud. Kəlbəcərin minalarla dolu əraziləri, şaxtalı hava, buzlu aşırımlar. Bu asan iş deyildi. Bütün bu maneələri keçmək lazım idi. Yol demək olar ki, qarlı hava şəraiti, buzlu yol, göz-gözü görmür. Biz buna baxmayaraq Ömər aşırımını maşınla keçdik, düşdük Kəlbəcərə. Artıq axşam saat 4-5 olardı, qaranlıq düşürdü, Kəlbəcərə çatdıq. Kəlbəcər Murov aşırımını keçəndə çox çətinliklər çəkdik. Çox qar var idi, qarın hündürlükləri 4-5 metrə çatırdı. Biz oradan keçdik Ömər aşırımına və gəlib Kəlbəcərdə gecələdik, gecə çadırlarda. Bizim hamımızın bir dənə məqsədi var idi ki, öz töhfəmizi işğaldan azad olunmuş ərazilərdə əməyimizi sərf edək. Düzdür, yol yorucu idi. Amma dayanıb dincəlməyə də zaman qalmırdı. Düşünmək lazımdır. Hava limanı harda olacaq? Təəssüf, əliboş qayıtmalı olurlar. Nəticə yoxdur. Baxış zamanı biz uyğun yer Kəlbəcərdə görmədik. Ona görə ki, ətraf hər yer sıldırım qaya, müvafiq uzunluqda, ölçüdə aeroportun tikintisi üçün sahə yoxdur. Biz verilmiş müxtəlif sahələrə, ayrı-ayrı sahələrə baxdıq. Rabitə olmadığından biz yenidən şəhərin özünə qayıtdıq. Şəhərin özündə, Kəlbəcər şəhərinin özündə rabitə müəyyən qədər var idi. Və bu barədə yenə Aeronaviqasiya Təşkilatına məlumat verdik ki, bu hissələrdə aeroportun tikintisi üçün uyğun sahə yoxdur. Kəlbəcərin uca, sıldırım dağlarından ayrılıb başqa ərazilərə getməyə qərar verildi. Plan dəyişir. Bizə yenidən digər koordinatlar göndərildi ki, bu hissələrə də baxış keçirmək və fikir bildirmək. Bu artıq Kəlbəcər rayonunun arası deyildi, Laçın rayonunun arası idi və həmin Kəlbəcərdən bir 35-40 kilometr aralı idi. Buz bağlamış çaylardan keçdik. Külək qarı toplamışdı. Biz bilmirdik qarın qalınlığı nə qədər ola bilər. Hərəkət zamanında bizim maşınlardan biri qar uçqunu yaradılmış hissədə hərəkətsiz vəziyyətə gətirildi. Köməkləşdik, maşını çıxartdıq və davam elədik. 35-40 kilometrdən sonra koordinata uyğun cihazla biz gəldik, həmin sahəyə çatdıq əraziyə və həmin ərazidə dayandıq. Və ətrafa baxdıqda bu hissədə bəli, aeroportun tikintisinin mümkün olduğunu, lakin böyük vəsait tələb olunduğunu qeyd elədik. Palasanı bunun üstü ilə də aşağıdan baxanda mümkündür. Bir o, ikinci palasa ərazi ilə də gedə bilər. Bu da çox gözəl
alınır. Bura Laçın rayonunun Qorçu kəndidir. Dayanıb çox baxırlar. Gözləri qarşısında burada hava limanı olacağını təsəvvür etməyə çalışırlar. Nəsə alınacaq. Burada 5 kilometr uzunluğunda düzən ərazi yaratmaq mümkündür. O işin öhdəsindən gələcəyimizi fikirləşirdik ki, gələ bilərik. Neçə ildir biz hava limanı tikmişdik və ona görə də arxain idik. Amma iş həyəcanlı idi. Dağ ətəyi sahə idi. Bir tərəfində çay axırdı, bir tərəfi dağlar idi və dağ ətəyində düzənlik var idi. İlkin baxış zamanı gördük ki, bəli, bu 4-5 kilometr məsafəni burada almaq mümkündür, yaratmaq mümkündür. Çox çətin relyef şəraitində bu işin başlayıb və sona çatdırılmamız böyük güc tələb edir. Azvirt şirkətinin nümayəndələri ərazinin koordinatlarını çıxararaq müzakirələrə başlayırlar. Hər gün belə keçir. Bəzən razılaşmırlar, bəzən də yeni ideyalar ortaya çıxır. Əsas odur ki, ortalıqda məqsədə çatmaq üçün uyğun ərazi var və fürsəti əldən vermək olmaz. Təxmini bir 4-5 ay biz yeri tapdıq və sonra da o yerin müxtəlif baxımdan analizlərini apardıq və ən optimalı bu Laçın rayonunun Qorçu kəndi seçildi. İnşası baxımından, uçuşların təhlükəsizliyini təmin etmək baxımından, maliyyə baxımından ki, çox böyük bir vəsait tələb olmasın bu işi icra eləmək üçün. Onların kifayət qədər təcrübələri var. Azvirt işğaldan azad olunan ərazilərdə buna qədər Füzuli Beynəlxalq Hava Limanını rekord müddətə 8 aya, ardınca isə Zəngilan Beynəlxalq Hava Limanını planlaşdırılan vaxtda inşa edərək təhvil verib. Amma Laçın tamam başqa mövzudur. Qarabağın bu hava qapısına daxil olmaq üçün coğrafi çətinlikləri də aşmaq lazımdır. Birinci yerləşdiyi coğrafi göstəricilərinə görə fərqlidir. Burada dəniz səviyyəsindən təxmini 1700-1800 metrdə yerləşir və buradakı geoloji suxurlardan, buradakı torpaq şəraitindən və bir çox faktorlardan o birisi aeroportlardan fərqliyi böyükdür. Hələlik Laçın hava limanını təpələrin üzərində görürük. İnandırıcı olmaya bilər, amma bu işi üzərinə götürən komandada özünə güvən var. Bu layihə Azvirt şirkəti üçün mühüm bir layihədir. Çünki bu şəraitdə, bu hündürlükdə ilk dəfədir ki, biz hava limanı inşa edirik. Ona görə də tez-tez belə yığışmağımız, müzakirə etməyimiz vacibdir. İnşaat zamanı çoxlu suallar əmələ gələ bilər, çətinliklər əmələ gələ bilər. Bunları biz dərhal həll etməliyik. Artıq qış mövsümü də geridə qaldı. Hava maneəsi olmayacaq. Bu illəri biz layihəni vaxtında, keyfiyyətlə bitirib təhvil verməliyik. Azvirt şirkəti öz təcrübəsinə güvənir və bütün çətinliklərin öhdəsindən gəlməyə çalışacaq. Ona görə də kimin nə sualı var, nə çətinliklər var, xahiş edirəm qaldırasınız burada. Bərabər bir yerdə hamımız müzakirə etməliyik. Biz ötən müzakirələrdən sonra ortalıqda çıxan bəzi məsələlərini həll etdiyimizi düşünürdük. Amma bura Laçındır, mürəkkəb ərazi, proses gedincə yeni bir sürprizlərlə razılaşırıq. Laçın bizim üçün vacib bir layihədir və mən düşünürəm ki, Azvirt tarixində mühüm bir yer tutan bir layihə olacaq. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq.
Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5000 kvadrat metrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. İndi biz Laçın rayonuna gedirik. Kəlbəcər şəhərinə sonra gedəcəyik. Hava limanının təməli qoyulacaq bugün. Həm hazırdılar, həm də həyəcanlı. 16 avqust 2021-ci il. Bir qədər sonra texnika uçuş enmə zolağı üçün torpağa ilk dəfə çalovunu sancacaq. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva təməl qoymada iştirak etməklə bu işin xeyir duasını verirlər. Prezident İlham Əliyev də ərazinin relyefinin nə qədər çətin olduğunu yaxşı bilir. Elə ona görə də bu məqamın üzərində xüsusilə dayanır. Hava limanının zolağı bax arxamdakı hissədə olacaq. İndi bunu təsəvvür etmək belə çətindir. Mən hesab edirəm ki, dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Çünki hava limanları adətən belə düzən olan yerdə inşa edilir. Burada bu yer olmadığı üçün bax yeganə yer bura seçilib Laçın rayonunun Qorçu kəndidir. Burada dediyim kimi böyük torpaq işləri aparılacaq. Bəzi təpələr kəsiləcək, bəzi boşluqlar doldurulacaq. Yəni torpaq işləri əsas vaxtımızı aparan işlər olacaqdır. Bu işin icrası üçün yerli mütəxəssislərin əzmkarlığı problemlərin həllinə imkan verəcək. Onların qarşısında böyük məsuliyyət var. Bu hava limanının inşa edən Azərbaycan şirkəti olacaq və bu da çox sevindiricidir. Çünki azad edilmiş torpaqlarda əlbəttə ki, yerli şirkətlərin fəal işləməsi önəmli faktorlardan biridir. Bu gözəl hadisə münasibəti ilə Azərbaycan xalqını, Laçınları, Kəlbəcərləri, bütün keçmiş köçkünləri ürəkdən təbrik edirəm. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva hələ bu əraziyə işin gedişatı ilə tanış olmaq üçün bir neçə dəfə səfər edəcəklər. Bizim üçün o önəmli layihədir. Yerli şirkət kimi biz hər bir bizim işçimiz, hər bir kollektivin üzvü bu işi yerinə yetirməkdə bir qürur hissi duyur və biz ümid edirik ki, bu yaxın vaxtları uğurla bu layihəni bitirəcəyik. İlkin olaraq biz bu ərazinin geologiya işləri görüldü və bu ərazidə olan karxana materiallarının sınağına başlanıldı. Öncə Qorçu kəndində hava limanının tikintisi üçün seçilmiş ərazidən nümunələr götürülür. Nümunələr Azvid şirkətinin paytaxtda yerləşən mərkəzi laboratoriyasına gətirilir və sınaqlara başlanılır. Keçilməz dağlardan materialları götürmək üçün ağır texnikalardan istifadə olundu. O materiallar orada qırılıb laboratoriyaya gətirildi. Ərazinin özəyini təşkil edən materialların tərkibi qranit və bazaltdan ibarətdir. Bu tərkibli materialların asfalt və betonda istifadəsi olduqca mürəkkəbdir və bitiuma yapışma dərəcəsi çox aşağıdır. Bu çətinlik laboratoriya əməkdaşlarını yeni üsulların axtarışına vadar edir. Bu materialların bituma yapışması üçün mütləq əlavə qatıqlarda istifadə olunmalıdır. Biz bu qatıqları istifadə etmək üçün İtaliya, Türkiyə və yerli firmalardan müxtəlif növ adgezi qatıqları aldıq və yoxlamalara başlanıldı. İtaliyanın Interlein firmasından olan qatıqlar sınaqdan uğurla keçir. Bundan əlavə Azvid şirkətinin yaradıcısı professor, texnika elmləri doktoru Əli Əliyevin metodları və ixtiraları onların köməyinə çatır. Zəngin elmi laboratoriya səfərbər olunur.
Ərazinin soyuq iqlimi nəzərə alınaraq aktivləşmiş mineral tozlardan istifadə edilir. Fərqli relyefdə yerləşməsi Laçın hava limanının materiallarının da fərqli texnologiyalarla işlənilməsini tələb edir. Belə tipli hava limanlarında, yüksək səviyyədə yerləşən hava limanlarında texniki çözümlərin düzgünlüyü çox önəmlidir. Ona görə bu işdə tələsmək olmaz və buradakı səhvi sonradan düzəltmək də çox çətindir. Mobilləşmə işləri aparılır. İşçi heyəti üçün düşərgə salınır. 1800 metr yüksəklikdə, hətta çətin hava şərtlərində işləyəcək əməkdaşlar tam rahat və təhlükəsiz şəkildə yerləşdirilir. Bütün lazımi yaşam şəraiti ilə təmin edilir. Coğrafi çətinlik planları axsatmır. Texnikalar ehtiyatla keçilməz yerlərdən əraziyə gətirilir, qazıntı işlərinə başlanılır. Bu təpəlik düzənliyə çevrilməlidir. Başqa cür bura heç vaxt hava limanına oxşaya bilməz. Hələlik buna demək tezdir. Buradakı çətinlik ondan ibarət idi ki, qısa müddətdə xeyli bir 29 milyon kuba kimi qaya qazma görülməli idi və bu qaya qazmanı müxtəlif üsullarla partlatma daxil olmaqla biz təxmini bir ilə 1 il yarıma yerinə yetirdik. Ən böyük çətinlik burada səthi suların və aparılmasıdır və dağlara, dağlıq yerlərə uyğun olan çətinlikləri aradan götürmək. İşlər irəlilədikcə qazıntı işləri yekunlaşır, ərazi təpəlikdən düzəngaha çevrilir. Beləliklə, uçuş emmə zolağının ilkin işlərinə başlamaq olar. Qorçu kəndinə yaxın ərazidə inşa olunan zavodlarda mexplan, asfalt və beton istehsal olunur. Mehplan base hazırlayır. Base'ə aiddir 05, 512, 1215, 25, 2532 fraksiyalardır. Bunlara da onlara uyğun faizlər verib və ona base qatı hazırlayır. Hansı ki beton asfalt örtüyün altında olur olar. Asfalt zavod Marini asfalt zavoddur. İstehsal Talyanındır. Bu saatda 350 ton vermək gücünə qadirdir, normal şəraitdə işləyəndə. 27 iyul 2022-ci il Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinin gedişi ilə tanış olmaq üçün Laçın şəhəri Qorçu kəndinə gəlir. Dövlət başçısına görülən işlərlə bağlı məlumat verilir. ...31 illik həsrət sona çatır. İşğaldan azad olunmuş Laçın şəhərinə ilk köç başlayır. Tarix isə xüsusi seçilib. 2023-cü il mayın 28-i. Müstəqillik günü Laçınlılar öz doğma yurd yuvalarına qovuşur. Amma yaş gedirik, yox, ata yurduma gedirəm. 31 ildən sonra vətənimə qayıdıram, elim obama qayıdıram. Bundan gözəl hiss yoxdur. Allah şəhidlərimizə rəhmət eləsin. İlk olaraq 20 Laçınlı ailəsi köç karvanı ilə yola düşür.
Nəhayət, 97 nəfərdən ibarət 20 Laçınlı ailə doğma torpaqlarına ayaq basır. Köç edənlər arasında əslən Laçın Beynəlxalq Hava Limanının tikildiyi Qorçu kəndindən olanlar da var. Doğma kəndlərində hava limanının fəaliyyət göstərəcəyi xəbəri onlar üçün sevindirici xəbər oldu. İnana bilmirsən ki, Qorçuya sağ deyim ki, da o vaxtlar var idi Qaz 69, Qaz 66, 2 diferli maşınlar Qorçuya gücün gedərdi. Buradan Qorçuya getmək üçün 5 saat, 6 saat vaxt lazım idi ki, gedəsən ora, çıxasan ora salamat. Hələ ağla gəlməz ki, dağların arasında belə bir möhtəşəm liman hazırlanır. Elə dağlar yarılıb, elə dərələr düzəlib ki, burada liman, hava limanı yaratmaq hər dünyada mən elə bilirəm ki, analog olmayan yerdir. Analog olmayan hava limanıdır. Paralel olaraq hava limanının müasir terminal binasının inşasına da başlanılır. 25 avqust 2023-cü il. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva növbəti dəfə tikinti işlərinin gedişi ilə tanış olmaq üçün əraziyə gəlir. Dövlət başçısına həmin dövr üçün hansı işlərin görüldüyü və qarşıda nələrin planlaşdırılmasına dair məlumat verilir. İşin gedişatını və əmələ gələn problemlərin çözümləri nətər gedir? Ümumiyyətlə biz həmişə bizim ölkə rəhbərin qayğısını hiss eləyirdik belə bir layihələrdə və bizim üçün əlavə bir stimul idi ki, bu işi uğurla yerinə yetirək. Ərazi hamardır. Təpəlikdən əsər əlamət yoxdur. Ağır bir zəhmət sərf edilərək bu görkəmə nail olunub. Asfalta başlamaq olar. Biz şimdi burada Beysim testini vermeliyiz ki sabah asfalt yapabilelim mutlaka, tamam mı? Yok. Özellikle laboratuvara sen söyle mutlaka Azer Bey'e gelsin testlerini mutlaka kontrol etsin. Tamam. Evet. Seninle çalışsınlar. Bir tane bir su verir buraya, suya, ondan sonra serleştirer. Evet. Desteği görür artık. Sabah da asfalt plantine malumat veririz saçlarından ki sabah bir asfaltımız olacak diye. Ona göre planlasın onunla da işlerini. Ya Şeyimiz, bütünümüzde şeyimiz var değil mi? var, her şey sıklıkta şeyimiz var. Terminalın tikintisi də yekunlaşmaq üzrədir. İnteryerdə müəyyən işlər görülür. Paralel olaraq Laçın Beynəlxalq Hava Limanına gələn yolların, körpü və tunellərin də inşası davam etdirilir. ...28 yanvar 2025-ci il. Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının istifadəyə veriləcəyi tarixlə bağlı anons verir. 9-cu Beynəlxalq Hava Limanı Laçın şəhərində bu il istifadə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Uçuş enmə zolağı minimum 3 kilometr səviyyəsindədir və beləliklə biz bu 9-cu ildir bu il dediyim kimi istifadə veriləcək. Bu məsələni də tam bağlayırıq. Hazırda son tamamlanma işləri aparılan Laçın Beynəlxalq Hava Limanının uçuş enmə zolağına ilk təyyarə eniş edir. Bu uçuş sınaq məqsədi daşıyır. Qarabağın 3-cü hava qapısından daxil olan təyyarə həyəcanla qarşılanır. Görəsən, uçuş enmə zolağı uğurlu alınıbmı?
4 il əvvəl burada dağların arasında 5 kilometrlik düzən ərazi axtarılırdı. İndi isə mənzərə nə qədər möhtəşəm görünür. Hava limanının uçuş enmə zolağı, terminal binası, əraziyə aparan yolların inşası demək olar ki, başa çatıb. Artıq hava limanını Kəlbəcər-Laçın yolu ilə birləşdirən körpü də ərsəyə gəlib. Beləliklə, açılışa sayılı günlər qalır. Ona görə də mərasimin keçiriləcəyi yerin seçimi, təqdimatların necə olacağı xüsusi yanaşma tələb edir. Hətta Kəlbəcər-Laçın yolunun 45-ci kilometrliyində inşa olunan möhtəşəm körpünün maketi də hazırdır. Hazırlıq ərəfəsində Qorçu səmasında Azərbaycan hava yollarına məxsus təyyarə görünür. Bu uçuşda uğurlu alındı. Bu da gərgin zəhmət tələb edən işin nəticəsi. Çoxlarına mümkünlüyü çətin gələn Laçın Beynəlxalq Hava Limanı hazırdır. Möhtəşəmdir, cəlb edicidir. Bu cür gözəl mənzərəni görmək üçünsə Laçın baxışlı olmaq yetərlidir. Yok, bütün deməli 17 tünel olacaq. Bu yolda. Bu yolda. Hem Cənubi Qafqazda, hem de Avrupa'da. Şəhərin mərkəzindən havalimanında daxil Laçın şəhərinə gedilən yol hansı gələcək, burada bir uşaq düz gedir Zəngilana, bu da Laçına. Araz yüzeydən güneye tam bir yeni altyapı.